Salam cəmaət, hər vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Yaxşısınız inşallah. Avtomobilləriniz də yaxşıdır. Baharın gəlişi münasibəti ilə hər kəsi səmimi qəlbdən təbrik edirəm. Ailələrə firavanlıq, səadət, bol ruzi bərəkət, halal nemət arzulayıram. Hərə öz ruzisini halal yolla əldə eləsin inşallah. Deməli, nədən danışmaq istəyirəm? Mənə müraciət olunan bəzi məsələlərdən danışmaq istəyirəm. Elə bu günlərdə belə bir avtomobil müraciət eləmişdi ki, bəs yüksək dövrlərdə avtomobil sürət qutusu ötürməsini dəyişmir. Amma mən sürəndə hiss edirəm ki, elə bir problem yoxdur. İndi məsələ nədən ibarətdir, mən onu izah eləmək istəyirəm. Yox, əlbəttə ki, əgər gidrotransformatorda problem varsa, bu başqa. Yəni, dövrlər sayı maksimuma qalxır, amma sürət qutusu dəyişmir. Bu, artıq gidrotransformatorun problemi və yaxud da ki, əvvəlki videolarımda dediyim kimi, transmisiya və yaxud digər problemlərdən ola bilər. Amma yenə başqa mövzuya toxunmaq istəyirəm. Deməli, əzizlərim, məsələ nədən ibarətdir? İndi bax, diqqətlə baxın. Bax, mən sürürəm. Bax, dəyişdi. Bax, dəyişdi. Bax, dəyişdi. Deməli, 2100, 2200 dövrlərdə mənim avtomobilim sürət ötürməsini dəyişir. Düzdür? İndi düz yerə çıxım bir dənə. Bir yer tapım, düz yer. Bax, indi basıram. Amma yavaş basıram. Bax, qaldırır 3000'ə. Bax, yenə də basıram. Bax, 3500'ə sonra dəyişir. Bu, sürət qutusundakı problem demək deyil. İndi niyə bu belədir? Niyə dəyişmir? Mən sizə indi onu izah eləyəcəm. Hal-hazırda yanımda Skyner'də götürmüşəm ki, bu mövzunu dərindən izah eləyim, cəmaət başa düşsün. Yəni, sürət qutusunda problem axtarmasınlar. İndi hal-hazırda Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində hərəkət eləyirəm. Bax, yenə də deyirəm. Bax, dayanıram. Bax, tormozladım. Bax, dayandım. Dövrlər 800, sürət 0. Bax, getdim. Bax. Bax, dəyişdi. Bax, dəyişdi. Görürsünüz, heç 2000'ə çatmır, dəyişir. İndi baxın. İndi baxın. Bax, mən kickdown eləmirəm. Yəni, pedalı dibinə kimi basmayacağım. Amma bir balaca basma tezliyini artıracağım. Yəni, pedalı bir balaca agresif, sürətli basacağım. Amma kickdown eləməyəcəm. Yəni, axıra kimi basmayacağım pedalı. Baxın. Onsuz da kickdown eləyəndə bilinir. Baxın. Bax, gördünüz 2500'də. Hələ bax, dəyişmir. 3000'də dəyişdi. Bax, yenə. Bax, basıram. Bax, dəyişmir. Bax, dəyişmir. Bax, dəyişmir. Kickdown eləməmişəm. Bax, 3500'də dəyişdi. Gördünüz? İndi niyə belədir? İzah eləyəcəm. Qoy bir dənə Skyner'i qoşum avtomobilə. Skyner'i qoşum, canlı göstərim. Deməli, Skyner'i qoşdum avtomobilə. Yəni, bütün sistemi skan eləməyəcəm. Mənə sürət qutusu lazımdır. Sizə nəyi göstərmək istəyirəm? Deməli, mən sizə əvvəlki videolarımda da demişdim. İndi də deyirəm ki, deməli, sürət qutusu yalnız və yalnız icra mexanizmidir. Cənablar, sürət qutusu icra mexanizmidir. Yəni, ona nə komanda verilirsə, o onu icra eləyir. Onun fikirləşmək qabiliyyəti, nə bilim, nəyisə hesablayıb ortaya qoymaq qabiliyyəti, ona görə hər hansı bir avtomobilin vəziyyətini dəyişmə qabiliyyəti filan belə şey yoxdur. O necə lazımdırsa,
hər şeyi icra eləməlidir. Və onun nəyisə icra eləməyindən ötürü mühərrikin idarəetmə blokundan aldığı bir neçə məlumat var. Bu məlumatların arasında bax görürsüz, bax bu sürət qutusunun parametrləridir. Gördüyünüz kimi mən sürət qutusunun parametrlərinin hamısını açmışam. Baxın göstərirəm sizə. Bax görürsüz burada solenoidlərin vəziyyətidir. Burada klapanların solenoidlərin yenə vəziyyətidir. Bu idarəetmə vəziyyətinin idarə olunmasıdır. Bax idarəetmənin keçirilməsidir. Sonra indi gələk həmin o vəziyyətə. Bizə buradan mühərrikin idarəetmə blokundan lazımdır gələk. Bax drosselə. O drossel mühərrikin idarəetmə blokundan gələn məlumatdır. Düzdür? Kollektordakı vəziyyət atmosfer təzyiqi, yenə də drossel, atmosfer təzyiqi, atmosfer təzyiqi. Sonra mən hələ bəzilərini açıram, hansı ki mühərrikin idarəetmə blokundan gəlir. Ən əsaslarından biri valların fırlanmasıdır. Deməli, valların fırlanması həm sürət qutusunun öz valından gedir. Birinci hissəli valından, birinci valından, ikinci valından. Bir də ki, avtomobilin özünün sürətindən söhbət gedir. Əlbəttə ki, bu sürəti o ABS blokundan alır. İndi mən çalışıram fikrimi izah edeyim. Həm skanerə baxa-baxa, həm də danışıram. Ona görə ola bilər ki, cümlələri yan pörtü qurum da. Yəni siz onu mənə bağışlayarsınız yəqin ki. Mən çalışıram fikrimi izah edeyim. İndi baxın. Yəni avtomobilinizdə nasazlıq axtarmayın. Deməli, bu göstəricilər, bu göstəricilər mənə lazım deyil. Mənə lazım deyil bu göstəricilər. Onlar avtomobildə nasazlıq olanda lazımdır. Mənə lazım olan göstərici əsasən budur. Mühərrikin, daha doğrusu transportun və sürəti, nəqliyyat vasitəsinin sürəti. Açıram. Deməli, nəqliyyat vasitəsinin sürəti 0. Drosselin vəziyyəti bəlli. Drosselin vəziyyəti bəlli. Deməli, siz ayağınızı pedala qoyanda, yəni akseleratora basanda drosselin vəziyyəti dəyişir əlbəttə ki. Gördüyünüz kimi. Mən ayağımı çəkirəm, düşdü. Bastım, dəyişdi. Görsünüz? Gördünüz? Deməli, əzizlərim, siz drive rejiminə avtomobili gətirəndə, drive rejiminə qoyanda, bu hədlər müəyyən bir dərəcələr alır və dayanır. Siz akseleratora basanda fərqi yoxdur. Bu siz üçün trosludur və yaxud da ki elektrondur. Sürət qutusunun idarəetmə bloku drossellə işləyir. Düzdür, elektron pedalların çoxunda pedalda göstərici kimi göstərir, amma əsasən drossellə işləyir. Deməli, drosselin açıq vəziyyətini, burada bir də dövrlər sayı olmalı idi. Bir də dövrlər sayı olmalıdır. Bəli. Bu əsas göstərici dövrlər sayı, sürət, nəqliyyat vasitəsinin sürəti və drosselin açılma tezliyi. Bu 3 parametri sürətin idarəetmə bloku, üzr istəyirəm, sürət qutusunun idarəetmə bloku birləşdirir və ortaq həddi əsas götürərək, yəni əvvəlcədən bunun zavod xəritəsində olan göstəricini əsas götürərək, o həddə çatdığında sürət ötürməsini dəyişir. Əgər ki səndə sürət hələ 20-dir, amma dövrlər sayı 3000-i göstərirsə, bu demək ki, sən drosselin ağzını sürətlə açmısan. Yəni, pedalı bir balaca aqressiv basmısan. Ona görə də sürət bloku, yəni sürət qutusunun bloku mühərrikin idarəetmə blokundan komanda alır ki, sən hələ sürət ötürməsini dəyişmə. Mən ötmə əməliyyatındayam. Düz deyil, yəni açıq-açıq belə demir də, amma yəni başa düşür ki, yəni mən sürətlənmədəyəm. Sən bu drosselin vəziyyəti sürətlə üst-üstə düşəndə dəyişərsən. Hələ dəyişmə. Mən gedirəm.
Əlbəttə ki, kickdown vəziyyətində pedalın vəziyyəti sensoru bunu göstərir və yaxud da ki, kickdown vəziyyətində drosselin sürət həddində geri dönmə vəziyyətini görür. Sürət idarəetmə bloku. Sürət qutusunu idarəetmə bloku. Hayda, mən nə qədər bunu? Sürət qutusunu idarəetmə bloku. Ona görə də əgər siz avtomobilin pedalını nə qədər yavaş-yavaş basırsınızsa, yəni drosselin ağzı nə qədər səliqəli açılırsa, nə qədər ehmallı və taraz, tezliyi asta olan tərzdə açılırsa, sürət də o həddə yavaş-yavaş artır. Və sürət qutusunu idarəetmə bloku başa düşür ki, biz yavaş-yavaş gedirik, vəziyyət yaxşıdır yolda, belə deyək, mühərrikin idarəetmə blokundan aldığı komandaya görə sürət ötürməsini dəyişir. Ya bir yuxarı, ya da bir aşağı. Fərqi yoxdur. Əgər, yenə də təkrar edirəm, siz sürət geri qalması nəticəsində drosselin ağzını yüksək tezliklə açırsınızsa, yəni pedala aqressiv basırsınızsa, yenə də təkrar edirəm, bu troslu və yaxud da ki, hər hansı bir elektron pedal ola bilər. Pedalın göstəricisi burada vacib deyil. Düz deyil, avtomobillər var vacibdir, amma mən troslu avtomobillər, həm də elektromexaniki drossel olan avtomobillərdən danışıram. Fərqi yoxdur, o birisi avtomobildə də pedalın da göstərici əsas götürülür. Deməli, əgər görür ki, siz bunun ağzını aqressiv açırsınız, amma kickdown vəziyyəti yoxdur, amma sürət geri qalır, dövrlər sayı qalxır, onda o ötürməni eləmir. O, mühərrikin idarəetmə blokundan komanda gözləyir ki, vəziyyət tarazlaşsın, yəni bu göstəricilər, alqoritmlər üst-üstə düşsün, müəyyən alqoritmi andan sonra ötürməni eləyir. Ona görə də bunu nasazlıq hesab etmək olmaz. Bu hər avtomobil üçün individual dəyişir, əzizlərim, individual. İndi mən çalışacağım ki, burada müəyyən bir vəziyyəti ortaya qoyum. Drossel var, dövrlər sayı var, sürət var. Gəl indi görüm şeydə tapım ötürməni. Nəysə, tapım indi qoşuluram. Deməli, əzizlərim, hətta mən siz üçün bura elektron pedalı da açdım. Amma ehtiyac yoxdur, yenə də deyirəm. O drosselin vəziyyəti ilə artıq elektron pedalın vəziyyətini müəyyən eləyir. Əgər drosseldə hər hansı bir nasazlıq olanda, onsuz da avtomobildə sürət qutusu ötürməsi qəza vəziyyətinə düşür. Deməli, gördüyünüz kimi birinci ötürmədəyəm. Bax, qrafik şəklində açıram. Birinci ötürmədə, görürsünüz, bax, birinci ötürmədə. Buradakı bütün parametrləri nəzərə alaraq ötürmə həyata keçirilir. Ötürmə həyata keçirilir. İndi mən istəyirəm ki, bir dənə mən siz üçün log yazım. Gəlin mən log yazım. Buradakı vəziyyətə baxaq. Ya da log yazmayayım. Elə bu dövrlər sayına baxın, pedalı basma vəziyyətinə baxın. Bax, yavaş-yavaş getdik. Bax, dəyişdi. Bax, gördünüz, atdı. Gördünüz hansı vəziyyətdə atdı. İndi baxarıq həmin vəziyyətə. İndi mən aqressiv basıram. Bax, indi məndə 2500-də 3000-də dəyişdi. İndi saxlayıram. Avtomobili saxlayıram. Sizə onu göstərmək istəyirəm. Amma kickdown eləməmişdim, ha. Kickdown eləməmişdim. Baxın, birinci ötürmə təqribən 2000, birinci ötürmə təqribən 1800 filan, ikinci ötürmə təqribən 2800, 2700 civarında. Gördünüz? Həmin vaxtı drosselin vəziyyətinə baxın. Gördünüz? Bu da mənim avtomobilimin sürəti. Gecikmə var. Görürsünüz, üst-üstə düşmür. Uyğunluq yoxdur. Bax. Görürsünüz, necə aqressiv sürət alma yoxdur burada. Yəni sürət yavaş-yavaş qalxır. Ona görə də ötürmə mütləq gecikir.
Yəni mütləq ha. Siz onu istəsəz də, istəməsəniz də bu belədir. İndi mən burada log çəkib sizə əvvəlcədən hər şeyi sıfırdan izah eləmək istəmirəm. Əlbəttə ki, kimsə ustalardan istəsə mən bunu izah eləyə bilərəm. Amma yenə də təkrarlayıram, avtomobilinizdə boş yerə nasazlıq axtarmayın. Boş yerə nasazlıq axtarmayın. Əgər siz avtomobilin sürüş tərzində hər hansı bir dəyişiklik eləsəz, əlbəttə ki, ötürmənin də bir həddən o birisi həddə keçməsində mütləq dəyişiklik olacaq. Siz bunu istəsəz də bu belədir, istəməsəz də bu belədir. Sən istəyirsən ki, hər dəfəsində sən pedalı nə sayaq basmağından asılı olmayaraq, necə basmağından asılı olmayaraq, o elə eyni vaxtda keçirsin. Xeyr, elə şey yoxdur. Elə şey yoxdur. Belə, istədim ki, buna görə gələn sürücülər daha gəlməsinlər. Mən belə deyək də, diaqnostika eləyirəm, pulumu alıram. Amma istəyirəm ki, insan boş yerə pul xərcləməsin, avtomobilini sürsün. Yolda qalmayın.